Narınc xanıma bir balacanı əmanət edəcəm. Çox narahatam. Çox narahatam. Uşaq əsəbdən, hirslənəndə öz saçını belə kəsir. Uşaq kimə gəldi? Xətəri yetirməyə çalışır. Hər şey əlində və özünə zərər verir. Mən bu nüansdan qorxuram. Uşaq deyir, etmə mənə bir şey, öldürəcəm özümü. Edərmi? Edər. Biz bundan qorxuruq. Niyə Narınc xanıma verirəm? Çünki Narınc xanım həm ailəni artıq tanıyır, həm onun... Narınc xanım, xoş gəlmişsiniz. Həm onun qardaşını psixoloji sarsıntıdan çıxarıb, qardaş bugün tam normaldır. Nənəni də çağıracağım. Mən sizə səbəbi deyim. Niyə buradan birbaş Narınc xanıma keçid elədim? Səbəb atan-ana. O uşaqları atan bir ana. Qoyub çıxıb gedib. Ata işləyir, nə edəcək, nənə yazıq baxır. Nənə nə etsin? Çox zəhmətkeş nənəsi. Bu yaşda hansı analıq etsin? Ana hardadır? Sualını verə bilərsiniz. Deyilənlərə görə Türkiyədə, Ərdə. Yaxşı ki, o uşaqlara baxan bir nənə var. Və yaxşı ki, ata çalışır, atanı qınamıram, ata çörək gətirməlidir. Nənə bu uşaqların qarnına nə yedizdirəcək? Amma bu nənənin özünə baxılan vaxtdır, özü oturub 2 uşağa baxır. Mən o nəniyə bir alqışla dəstək istəyirəm. Nənəni bura çağırmaq istəyirəm. Nənə, dur gəl, dur gəl, dur. Dur gəl, sənin özünə baxan lazımdır indi, gəl. 2 balanı almışsan, birini sağ qoluna, birini sol qoluna. Çox zəhmətkeş, çox. Narınc xanımla da artıq çox ünsiyyətdə olub deyə. Allah sənin ömrünü uzun eləsin. Allah canına dəyməsin. De mənə qızın, videonu təqdim edək, sonra soruşum mən. Videonu təqdim edək. Rüqayyə qızım çox nadincdir. Əsəbləşəndə saçını kəsir. Evdəki kəsim işlərinə o baxır. Yəni çox əsəbidir, saçını yolur. Hirslənir, boğazın damarları çıxır belə pis. Ana yoxdur burada, elə bil ki, mən onları saxlayıram. Ona görə çox nazlayıram da beləncik. Sinif yoldaşlarının o qədər sinifdə olmuram, bilmirəm. Ancaq məhəllədə uşaqlarla heç yola getmir. Nə qızlarla, nə oğlanlarla. Özünü çırpır yerə. Deyir, özümü atacam bir maşının altına, deyir, samakatla, velosipedlə. Bax, beləncik şey uşaqdır, hə, çox qorxuram. Bir gözüm bunların üstündədir, mən onları buraxa bilmirəm. Mən nənəsi Narınc Psixologiya Mərkəzinə müraciət edirəm ki, mənim nəvəm Rüqayyəni müalicə eləsinlər, bir ağıllı qız kimi mənə qaytarsınlar bu qızımı, dərslərini yaxşı oxusun, əlaçı olsun. Siz Allah bir söz deyim, qıraqdan baxanda deyərsiniz, söhbət ondan gedir. Gülə-gülə gəlir, gəl görüm, gəl görüm ay Nadinc. Gözləmə yerindəki dəmirlər var, çıxın üstündə idi. Dəmirlərin üstündə, mənim otağımdakı dəmirlərin üstünə çıxmışsan. Aman Allah, gəl bir görüşə, öpə bilərəm səni. Bu dəfə başqa bantı giyib. Rüqayyə, hanı o gözəl sənin saçını, amma bu da çox gözəldir. Mirva necə də yaraşıbdır. Rüqayyə, hamın başını oynaçırsan. Hə, deyir də. Niyə qızım? Nə bilim. Nə biləsən? Narınc xala biləcək. Sonra gəlib deyəcək ki, sən niyə belə eləmişsən? Hə? Sözə baxarsanmı biraz? Təxmin. Nətər? Baxarsan? Hələ baxım deyir. Hələ baxım deyir. Hələ baxım deyir, baxaram yoxsa bax. Gəl biz dostlaşaq, sən Allah, sən sözə bax. Yaxşı mı? Yaxşı. Yaxşı, ay şükür Allah'a. Bugün yaxşı qutardıq. Vəziyyət gərgin, kritik və çox qəliz. Söz sizin. Layla xanım, o bayaq bir cümlə dediniz, uşaq bayaq evdən qaçan qızımız üçün çətin tərbiyə olunan uşaq. Əslində, onlar çətin tərbiyə olmaq, onlar anadan gəlmə ilə olmur. Kiçik vaxtı hiperaktiv olan, dəcəllik eləyən uşağa biz dəcəllik kimi baxırıq. Bu gün nənə bugün buradadır. Allah onun köməyi olsun. O bilir ki, sabah 15 yaşında o dəcəllik eləsə, neyniyəcək? Onun qabağında dura biləcəkmi? Onu balaca yaşında, 7 yaşında, 8 yaşında vaxtında üstünə düşür. Əslində, valideynlər də hər şeyi ilanın başını kiçikən əzmək lazımdır. Xəstəlik də, hər bir
bir şey də elədir. İndi inşallah Rüqəyyanı, bax görürsünüz yerində necə tərpənir. Rüqayyə bu dəqiqə Hiperaktiv. canlı bombadır. Elədir, canlı bomba. Bizim canlı bombamız o qədər hərəkətlidir ki, impulsların idarə eləyə bilmir. Baxın, bu qırmızıları bilməm görə bilirsiniz, yoxsa yox. Bu Elə onun qəşəng hiperaktivliyini göstərir. Xüsusən də alın gicgah nahiyəsində, təpə payında sarılar qırmızıdan biraz yüngül sayılır. Əsas o oyanıq hissələrimiz sarı, qırmızılarımızdır. Onları yaşlılaşdırmamız lazımdır. Tamam. Çünki diqqət o qədər yayınır. Tamam. İmpulslar elə düşünün ki, başında yollarını azmış bir belə də maşınlar kimi hərəkət eləyir. Ağlına nə gəlir onu eləmək istəyir. Bax, bu cür nadinci neçə vaxtda biz sakit həlim bir uşaq eləyə bilər? 6 həftə. 6 həftə? 6 həftə. Elə bildim 6 ay deyəcəksiniz. Yox, 6 həftə, ay yarıma. İnşallah ki, dekabrın sonlarına yeni il hədiyyəsi kimi, yeni ilə, bəli, yeni ilə sakit Rüqəyya, diqqətlə dinləyən Rüqəyya. Görmüsən Çox, faydasını. nənəmiz o qədər zəhmət keçdi. Məsuliyyət, Rəsul da burada. Görmüsən, Allah sənə ömür versin, sağlamlıq versin. Həmişə bunların yanında olasan, bəhrəsini Dekabrda mən yeyəsən, gözləyirəm. Allah bizi o günü görməyə də nəsib Bəli. etsin. Yaxşımı, əzizim? Bəli. Sizə əmanət, bütün balalar kimi. Narahat olmayın, bizə Heç də narahat əmanətdir. Orada da narınc psixologiya Gözəl var, mərkəz qızım. var. Mən niyə narahat Belə olum? gəlməyəcək əli cibində, belə xanım xatın, qəşəng paltarı ilə, hə? Gəl bura. Oğlan Şeir kimi yox. bilirsən? Hə? Hansı şeiri? Ay pipi qanqoz, De görün mənə. ay pipi qanqoz, gözlərim əzən qoz, nə tezdən doğursan, qışqıb banlayırsan, qoymuşsan bizi yatmağa, ay qaram əzən Ay qoz. dayan, mənə deyirlər ki, sən qoymursan cəmaatı yatmağa. Hə? Hə, razı da, gülür də, bir yox falan da demir. Krışaları gəzir, Damın ay. üstündə gəzirsən, sən Allah, Xəzərdə dam təhlükəlidir. Ana dəmirləri gəzib uca da Yaxşı, gedirsən evə, danışdıq səndən və qəşəng-qəşəng qarğız kimi geyinib gəlirsən dekabrda. Danışdıq deyirik, Narınc xanıma əmanət Möcüzəvi edirik. aparatıma möcüzəsinə Mənim inşallah möcüzəm gələcək. sizsiniz, aparatların dilini Sağ siz olun. bilirsiniz və gözləyin, görün bu nadinc. Əslində bunun haqqında çox deməyə ehtiyac yoxdur. Öz görüntüləri, hər şeyi deyir onun. İnşallah xeyirliyə calansın deyirik və yaxşı bir nəticəni sizə təqdim edək.